Salam əziz dostlar. Deməli, Öncüvən nəşriyyatının 4 mayda, yəni bu gün keçirdiyi sınağın izahına baxacağıq. Deməli, 11-ci siniflər üçün Azərbaycan dili. İllüstrasiya burada ü olmalı idi. Orfoqrafiyanı nəzərə alırıq. İmprovizasiya, inkubator. Burada k olmalıdır. Baxaq səhv düzgün cavablara. Qövsi güzeh olmalıdır. Burada h-dır. Sonra kollegiya, bir də sahmanlamaq. Cavabımız olacaq Y variantı. İsmi birləşmə həm təyin, həm mübtəda kimi düşünmək olar. Burada Gürcüstan valisi İrakli ilə dostluq edir. Dostluq edirdi kim? Gürcüstan valisi kimlə? İrakli ilə. Bir bu cür düşünmək olar. Bu mübtədadır. Bir də belə düşünmək olar ki, dostluq edirdi İrakli ilə. Hansı İrakli ilə? Gürcüstan valisi. Cavab B variantı olacaq. 3-ə baxaq, mürəkkəb feil olmasın deyir. Ölçülə bilmək var burada. Etiraf etməmək. Qaldıra abil var. Abil. Qaldıra bilmək. Sonra davam etmək. Amma D variantında belə bir şey yoxdur. Baxaq digər suala. O gün ki parladı şahların tacı, sən oldun bir çörək, bir haqq möhtacı. Yəni bunu sadələşdirsək, sən bir dəqiqə şahların tacı parlayanda haqq möhtacı oldun. Bu cür deyə bilərik. Deməli birinci budaqdır, ikinci başdır. Xəttə belədir. Bir düzdür. İki baş və budaq cümlə eyni növdədir. Sadə cümlə, şəxsə görə növlər. Parladı nə zaman? Nə? Şahların tacı. Oldun, nə oldun deyir. Haqq möhtacı oldun. Cümləni düzəldəndə belə olur. Demək ki də düzdür. Sonra baş və budaq cümlə mübtəda vasitəsi eynidir. Burada söz birləşməsidir. Amma birində əvəzlik demək bu səhvdir. İndi yanlışın altından da yanlışı tapmaq lazım. Budaq cümlədə ikinci dərəcəli cümlə üzvü var. Budaq cümlədə ikinci dərəcəli cümlə üzvü var. Doğrudur. Nə zaman? O gün. Budaq cümlə bağlayıcı sözlə bağlanmışdır. Bu da doğrudur. O gün ki. Sonra yalnız budaq cümlədə söz sırası pozulmuşdur. Bir dəqiqə baxam. Budaq cümlədə bəli, düzdür. Daha doğrusu səhvdir. Niyə? Çünki sən oldun. Burada da pozulub, orada. Deməli, bu səhv verilmişdir. Yalnız deyil. 1, 2, 6, Y variantı. Feili bağlama. Baxaq, buradan bir xətt çəkim. Baxaq, hamı uşaqların qorxduğu film barədə danışırdı. Nə barədə? Uşaqların qorxduğu. Bu təyindir. Deməli, 2-yə A gəldi. Feil sifət tərkibi. Qurtdan qorxan qoyun saxlamaz. Kim? Qurtdan qorxan. Feil sifət olsa da nədir bu? Mübtədadır. Vətəni sevmək hər birimizin borcu. Bu mübtədadır. Hamımızın borcudur nə? Vətəni sevmək. Bura C gəldi. Görüləcək işlərimizi unutmayaq. Burada tərkib yoxdur ümumiyyətlə. Feil sifət tərkibi istəyirsə yoxdur. Demək, D ilə B-ni cavablardan çıxsaq. Bunlar getdi. Baxaq. Elşadı alqışladılar. Nə qədər? Əlləri ağrıyana dək. Bu da olacaq. Belə Y, A, C. Cavab A variantı. Baxırıq. Söz və ya heç bir ümumiyyətcə sintaktik əlaqəyə girməyən nə var? Bir xitabdır. Bir də ara sözlərdir. Xitab və hansıdır? Meşələr. Ara sözdə doğrudandır. Deməli cavab C variantı. Dialekt üstü sözündə fərqlər nə var? Y var. Bir də T, D-yə çevrilib burada. Başqa fərq yoxdur. Yanlış fikir istəyir bizdən. Q-nın kar, yəni K doğrudur. X-nın da cingiltil qarşılığı Y var. Doğrudur. 5 hecalı söz. 1, 2, 3, 4, 5. Ahəngə də tabe deyil. Bu da doğrudur. Səs və hərf tərkibində 3 fərqli məqam var. Yox, 2 fərqli məqam. Qarşılıq təşkil edən D var. Burada da dialekt sözündə T var. Doğrudur. Yəni burada dialekt üstü və ya dialekt üstü olmur. K-nın yanındakı T olduğu kimi qalır. Cingiltil samitlərin sayı
Dodaqlanmayandan çoxdur. Baxaq. D, Y, L, D. Çoxdur. Bəli. Sonra bağlayıcı söz bax budur. Hər kəs ki bəşəriyyəti dəyişdirmək istəyir, yəni kimsə bəşəriyyəti, kim ki istəyirsə, budur cavab. Digərlərində burada kidir. Baxın burada mi var burada, burada da ki bağlayıcısıdır. Şəxssiz cümlə, qeyri-müəyyən. Baxaq. Qarşıladılar. Kim qarşılayıb bilmirik. Deməli 3-ə gəldi A. Cəmdən biti bax. Topuğa dəyər nə? Daş. Bu müəyyən şəxs cümlədir. B heç hansına gəlməyəcək. Bizlərdə qonağa hörmət edirlər. Qulluğunda dururlar. Bu da hər kəsə aiddir. Yox. Hər kəsə aid. Bir dəqiqə. Nə əkərsən onu biçərsən. Bu hər kəsə aiddir. Deməli Y gələcək 2-yə. Onun məktəbdən qərar verdi. Bu da şəxssiz cümlədir. Bir dəqiqə şəxssiz biri nə gəldi? Biri D gəldi. Deməli, biz nəyi çıxdıq, unuttum. Bir dəqiqə. Deməli, birə müəyyən şəxs cümlə hansıydı? B. Bunu çıxanda cavabımız qalır 1D, 2Y, 3A. Pək C nədir? C hansıydı onun? C də hörmət edirlər. Bu da kimlər edir bilmirik də. Bunu demək unutmuşam. Qeyri-müəyyən şəxs cümlə. Cavab Y variantı. Bəli. Deməli, uzlaşma əlaqəsinin göstəricisi. Uzlaşma əlaqəsinin göstəricisi mənsubiyyət var, bir də xəbərlik var. Burada sən də dinləsəydin. Bəli, doğru, şəxs sonluqdur. Amma burada qoysam da şərtdir, M şəxs sonluğudur, xəbərlikdir. Ona görə bu olmaz. Digərlərində hamısında şəxs xəbərlik şəkilçisidir. Tabeis mürəkkəb eyni zamanda baş verir. Nöqtələr var, aydınlaşdırma olur. 3 ildir su pulunu vermirsən. Burada sasə, bu da olmaz. 3 ildir tabeili mürəkkəb cümlədir. Bu nədir? Bu ondan sonradır. Sonra hürüşür, at kişniyir, mal yayılırdı. Hamısı eyni zamanda adda. Bunun bir-birindən əlaqəsi yoxdur. Şaxtada bu da səbəb nəticə olacaq. Hansı üslub yoxdur? Bu məişətdir. Feil adətən əmr olur, rəsmi. Mürəkkəb cümlələr elmi, təsviri analitik, publistik cavab B variantı oldu. Baxaq, soruşun ki, yer dəyişilməlidir. Bu necə oyundur? Baxaq, baş cümlənin xəbəri əmr şəklindədir. Soruşun. Bəli, bir düzdür. Köməkçinin hissəsi işlənmişdir. Köməkçi burada da var. Demək, 2-nin yeri dəyişməlidir. Görək, nə ilə dəyişir? Düzəltmə söz işlənməmişdir. Elə bununla dəyişəcəkdir. Bir dəqiqə. Düzəltmə ikisində də yox. Demək, 2, 3. Həm hal, həm mənsubiyyət bu yerindədir. Feili, həm də ismi xəbər. Baxaq, harada var. Həm feili, həm ismi. Bu yoxdur. Bunun yeri səhvdir. Bəlkə 2, 3 deyilir. Mən səhv dedim. Qrammatik cəhətdən cümlə üzvü bağlı olmayan söz işlənmişdir. Qrammatik cəhətdən cümlə üzvü bu da məncədir. Deməli, belə olacaq onda. 2, 5, 3, 6. D variantı. Bu olmur. Çünki məncə bura gələndə düzəltmə söz hər ikisinə aiddir. Mən qarışdırdım. Köməkçinin hissəsində bura belə eləyib. Feil, ismi bir xəbər oradadır. Sonra hamısı üçün ortaq xüsusiyyət nə olar? Feilin təsvirlənə sayılır, dolanmır, axıdır. Düzdürmü? Quru isə düzəltmədir. Sayılmaq, dolamaq, dolanmaq, axmaq, axmaq. Doğrudur. İndiki zamandadır. Baxıram, hamısı indikidir. Xəbər şəklindədir. Bu da doğrudur. Şəxs sonluğu qəbul etmişdir. Yox, məsələn, sayılırda nə var ki? Köməkçi söz idimişdə yox. 1, 2, 3, D variantı. Əlavə söz birləşməsi deyil. Burada, Vüqarın evində, yazda sular bulananda, kəndin ayağında çay, kiçik oğlumda zəfərdir. Deməli, cavab D variantı bir sözdür. Gün ağarında, yəni atam evə çatanda.
La nədir baxaq. La burada duzla, çörəklə bu qoşmadır. Məhəbbətlə bu da zərf şəkilçi. Deməli, bu deyilmiş, buymuş. Məharətlə qız dəyərlərimiz zərfdir. Çığırla gedir, bu qoşma olacaq. Birə düz gəldi. Sevinclə bu da zərfdir. Şofer və briqadir, bu bağlayıcıdır. Demək, cavab C-dir. Kamalla yetişər. Bağlayıcı deyil. Əlləri ilə bu da bağlayıcı deyil. Yalnız qrammatik norma. Göy idi, yeməli deyildi. Xalqlar məhkumdurlar, problem yoxdur. Quşlar qondular, dolar, qondudular. İnsanların çoxu tək olmalıdır, amma burada baxırıq cəmdir. Demək, qrammatik norma pozuldu. Çünki biz axırına baxırıq söz birləşməsinin. Demək, cavab budur. Yalnız qrammatik deyir. Burada da əslində pozulma var. Yer dəyişib axı. Amma burada r da yazılmalıdır. Ətridir. 2, yəni burada fonetik normada pozulma. Ona görə olmazdı. Baxaq, mən bunu yaza biləcəmmi? Buradan üstündə. Səhər qayıdıb, qiblə-i aləm, vergül tire. Yenə vergül tire. Şəhərdə ancaq tək-tək qocalar, uşaqlar qalıb. Vergül, qırılan qırılıb. Vergül, sağ qalan da gecə ikən meşəyə qaçıb. Nöqtədə qoyaq. Demək, nə oldu? Qoşa nöqtə ilə başladıq. Sonra 1, 2, 3 dənə tire. 3 tire, demək bu getdi. Vergüllərə baxaq. Qiblə-i aləm 1, dedidən 2, qocalar 3, 4 dənə, bir də qırılıb 5 dənə. Cavab A variantı. Ümid edirəm, tez dedim, səhv demədim. Sonra, dünyanın əvvəli sonu müəmma. Frazoloji birləşmə varmı? Qəm çəkmək var. Antonim əvvəl son. Bu da var. Həmcins bir dəqiqə baxaq. İsmi xəbər. Daha rahatlığına baxıram. Dünyanın əvvəl sonu müəmma. Dünyanı anlayan, qəmini isə anlaya bilməyən. İsmi xəbər yoxdur heç burada. Cavab budur. Fərqlənən feil çəkdi. Burada xristerik olur. Həmcins mübtəda müəmmadır. Nə? Yox, bir dəqiqə. Dünyanın əvvəli sonu müəmmadır. O xəbərdir da. İşlənməmişdir. Həmcins mübtədalar. Baxın. Demək, davam edik. Bir dəqiqə. Öskürək tutdu. Həmcins mübtədalar var. Onu dedim. Nə oldu? Hamısı cavabı oldu ki. Həmcins mübtəda da var, xəbər də var. Qəm çəkmək, dəm çəkmək. Bunun frazoloji birləşmə demək olar. Burada təkəcalı söz deyil. Çəkdi sözün tələffüzü dəyişməyəcək. Deməli, cavabımız oldu D variantı. Uyğunluq pozulmuşdur. Qara parçanın əşyəvi yazı yox. Bu ideografik yazıdır. Elə budur cavab. Digərlərinə baxmırıq. Hər iki ifadə ilə doğru fikir. Bulağa su gətirməyə getdim qonşuluq üzündən görəndə. Baxaq, tabeliyə asıl tərəf. Bu məqsəd zərflidir. Bu da səbəb olsun. Deməli, hər ikisindən bağlıdırsa səbəb olmayacaq. 4-ə çıxdıq cavablardan. Sonra asıl tərəf tərkib doğrudur, çünki zərflikdirlər. Feili birləşmədir. Yox, üçünü də çıxıram cavabdan. Buna ehtiyac yox imiş. İkinci dərəcəli cümlə üzvü doğrudur. İki cümlə üzvü ilə əlaqəyə girib, yox, bir dənəsi ilə əlaqəyə girib. Cavab oldu 1, 3. Sonra, bu nədir? Bütün misalda söz sırası pozulur. Qoy qırılsın, pozulur. Qoyucu axırıncıda pozulmuyor. Bir səhvdir. İkinci, dördüncü misalda həmcins üzvlər var. Ölüm və qan ocağı. 4-də yoxdur axı. Qalx yoxdur. Demək, bu da səhv olur. Üçüncü misalda təyin var. Ana torpağı, azad ana torpaq düzdür. Nümunədə xitab söz birləşməsidir. Xitab hanı? Düzdür bu da. Demək, 3, 4 düzdür. Hamısı əmr şəklindədir. Baxaq, qırılsın.
olsun. Doğrudur. 3, 4, 5 Y variantı. Təzə döşəyizi gətirib. Döşəyizi oldu Y. Deməli 2'nin Y olmağı da var. 3. Çiçək dərib xışdirik olacaq. Özündən sonra samit gəldi. 1. Mürəkkəb vərəq hazırlayıb. 12. Mürəkkəb oldu. 4. Tank. K'dır bu da. Bu da oldu 2. Belə. 3, 1, 4, 2. Oy sözü yerinə görə köməkçi ola bilər. Oy köməkçinin hissəsi nida var. Bir də nəyisə oymaq doğrudur. Qeyri-müəyyən hal ümumiyyətcə müstəqil cümlə üzvü olmur. Yara sözü həm homonimdir. İşə yaramaq, bir də əldə olan yara. Bir də çox mənalı kimi nə demək olar? Qəlbdə olan, nəm qəlbimə yara bu mənada deyək də. Düzgünlük, düzülmək, bəli. Bizdən burada səhvi, burada düz istəyir. Hər ikisi kökə eyni nitq hissəsi feildəndir. Bu doğrudur. Köməkçi nitq hissəsi nidanın işləndiyi bütün nida cümləsi deyil, bəli. Məsələn, ay qardaş, bura gəlin. Burada köməkçinin hissəsi var, amma nida deyil. Baxıldı da hər zaman şəxsizdir. Burada isə səhv. Deməli, cavab oldu 1, 3, 6. Bişirdi sözü məlum növdədir. İki cür düşünmək olar da. Deyirəm ki, bişirdi. Onda 2 qrammatik o. Bir də var, bişirdi. Leksik şəkilçi. Köməkçi sözlə, yəni hissəciklə işlənmişdir. Yox, birində zaman ola bilər. Kökü başlanğıc forması fərqlidir. Bişirdi də yox. Ir zaman olanda kökü fərqli olur. Hərəkət bildirir, feildir. Həmişə xəbər şəklində olur. Zaman qəbul eləyib, bəli, bişirdi və ya bişirdi. 3, 4, 5. Keçdik 26-ya. Xitab isimdir. İsim deyil daha doğrusu. Bu isimdir. Bu getdi. Əzizim sifətdir. Ne yazaq bura? Sifət. Düşünən başlar. Bu söz birləşməsidir. Bu da söz birləşməsi yazım. Bənövşə isimdir. Bu olmaz. Buradakı da sifət. Cavab oldu 2, 3, 5. Nəsihət. Nəsihət, marşrut. Baxaq. Öğüt vermə, nəsihət. 1C. Dayandığı yer, bir işin göstəriş. Adamların orada dayanacağı müəyyən olmuş yol. Adamların ordunun nəqliyyatın qabaqcadan müəyyən olmuş yolu. 3'e necə hərəkət göstəriş, bu da məsləhət. Çünki doğru dedim. Üzr istəyirəm. Deməli, burada cavabımız nə oldu? Bir dəqiqə. Deyəsən, bayaqki sualı mən. Bir dəqiqə deyirəm. C, D, bir də E. C, D, E. Burada sevgilim bayaqdan ağlımdadır. Sevgilim isimdir. Burada cavab oldu 2, 3. Belə, mətnə baxmıram. Sağ olun.